Anar Əlizadə ilə bağlı yerli və dünya mətbuatında gedən bəzi hadisələrin xronologiyası və xülasəsi. 3 fevral 2024-cü il mətbuatda yayılan məlumatlara görə Anar Əlizadənin adı Londonda dəyəri 15 milyon funt sterling olan dəbdəbəli villa alışı ilə bağlı qalmaq halda hallanıb. Bildirilir ki, 2020-ci ildə alınan bu mülk tanınmış ulduzların yaşadığı nüfuzlu bir məhəllədə yerləşir. 17 may 2024 Daily nəşri jurnalistlərin Bodrum Yalıkavak marinasının sahibi kimi tanınan Azərbaycanlı iş adamı Anar Əlizadə ilə bağlı araşdırmaları davam etdirdiyini yazır. Bildirilir ki, o qeyri-qanuni öhdəliklər və biznes əlaqələrində mümkün qanunsuzluqlarla bağlı diqqət mərkəzindədir. Nəşrin iddiasına görə Əlizadə hazırda cinayət təqibi altındadır və dələduzluqla ittiham olunur. Həmçinin nəzarətində olan şirkətlərin ixrac olunan neftə dair sertifikatları saxtalaşdırdığı bildirilir. Məqalədə Böyük Britaniyanın Milli Cinayət Agentliyinin onun Londondakı maliyyə aktivlərinin mənşəyini araşdırdığı da qeyd olunur. Eyni zamanda iş adamının Wagner, PMC və Rusiya ilə əlaqələri, eləcə də Liviya neftinin daşınması ilə bağlı şübhələrdən bəhs edilir. Jurnalistlər Bodrum Yalıkavak marinasının son dövrlər Rusiya oliqarxlarının yaxtaları üçün təhlükəsiz sığınacağa çevrildiyini də vurğulayır. 17 aprel 2025-ci il jurnalist araşdırmaların nəticəsində məlum olub ki, Anar Əlizadə 2024-cü ilin noyabrında Serbiya vətəndaşlığı alıb. İddia edilir ki, bu pasport sanksiyalardan yayınmaq və Avropada sərbəst hərəkət etmək üçün istifadə olunan arxa qapı sənədidir. 6 oktyabr 2025-ci il SOCAR-ın keçmiş rəhbər şəxsi Adnan Əhmədzadənin cinayət işi çərçivəsində Anar Əlizadənin istintaqa ifadə verdiyi və ölkədən çıxışına qoyulan məhdudiyyətin götürüldüyü bildirilib. Məlumatlara görə Əlizadə dindirildikdən dərhal sonra Azərbaycan tərk edərək Dubaya yollanıb. 30 noyabr 2025-ci il Britaniya mediasına istinadən Anar Əlizadənin 2013-2023-cü illəri əhatə edən və Arda Akın adına verilmiş saxta Türkiyə pasportundan istifadə etdiyi iddia olunub. Bu sənədin gizli biznes əməliyyatları və offshore şirkətlərin qurulması üçün istifadə etdiyi ehtimal edilir. 9 dekabr 2025-ci il Anar Əlizadənin nəzarətində olan Bodrumdakı Yalıkavak marinanın sanksiya altında olan Rus oliqarxlarının yaxtaları üçün sığınacaq yerinə çevrildiyi barədə məlumatlar yayılıb. Avropa xüsusi xidmət orqanlarının bu məsələ ilə bağlı araşdırmalar apardığı qeyd olunur. 13 yanvar 2026-cı il Adnan Əhmədzadə barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti yenidən uzadılıb. İstintaq materiallarında Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribat və mənimsəmə əməllərində Əlizadənin roluna dair ifadələrinin hələ də araşdırıldığı bildirilib. Eləcə də mətbuatda dəfələrlə Adnan Əhmədzadənin və Anar Əlizadənin Rövnəq Abdullayevin qara kassası olması yazılıb. Mətbuatda gedən iddialarda Anar Əlizadənin hazırda Dubayda yaşadığı bildirilib və o Adnan Əhmədzadənin əsas partnyoru və patronu kimi tanınmaqdadır. Mətbuatda Adnan Əhmədzadənin qohumları ilə bağlı bu qalmaqallı məlumatlar yayıldıqdan sonra bu xəbərlərin yayılmasının başlıca səbəbkarının elə Anar Əlizadə olduğu bildirildi. İddia olunur ki, mehriban düşmən olduğu deyilən ortaqlar Anar Əlizadə və Adnan Əhmədzadə arasındakı çəkişmənin kökündə pul və bəzi pozulmuş ortaqlıq məsələləri dayanıb. Anar Əlizadə ortağının həbsindən sonra özünün təmiz olduğu barədə xeyli canfəşanlıq etdi. Hətta Alkagestanı gözdən çıxararaq ortağını tanımadı. Bunlar hər biri mətbuatda yayılan iddialardır və internet resurslarında axtarış zamanı qarşımıza çıxan məlumatlardır. Bəs əsas olan nədir? Məlumdur ki, Anar Əlizadə Rövnəq Abdullayevin qohumudur. Mətbuatda yayılan məlumatlara görə hazırda Dubayda qolundakı yarım milyonluq saatı ilə həyatına devam edən şəxs məhz Anar Əlizadədir. Ailə üzvləri isə istənilən vaxt Azərbaycana gəlir, qohumlarının və yaxınlarının şad günlərində iştirak edirlər. Digər məlumatlara görə Anar Əlizadəyə məxsus və ailə üzvləri tərəfindən idarə olunan İstanbulda Levent adlanan ərazidə oteli və yenə eyni ərazidə yerləşən Sumaq restoranı var. Anar Əlizadə ilə digər maraqlı məlumat onun bahalı saat sevgisidir. Onun fotolarında diqqət çəkən aksesuarlardan biri dünyanın ən elit saat brendlərindən olan ekskluziv modelidir. Bu saat brendin ən mürəkkəb və bahalı kolleksiyalarından sayılan Grand Complication seriyasına məxsusdur. Siferblatında real vaxt rejimində göy üzünü və ulduzların hərəkətini əks etdirən bu model saat sənətinin zirvəsi hesab olunur. 18 karatlıq qızıl və ya platindən hazırlanan bu nadir sənət əsərinin bazar qiyməti orta hesabla 300 min ilə 500 min dollar arasında dəyişir. Belə bir seçim təkcə lüksün deyil, həm də yüksək zövqün və kolleksiya dəyəri olan detallara verilən önəmin göstəricisidir. Xatırladaq ki, Anar Əlizadənin ortağı olduğu deyilən Adnan Əhmədzadə də son dövrlər SOCAR-ın sabiq rəsmisi yox, iş adamı kimi ün salmışdı. Həyat yoldaşı və özünün dəbdəbəli həyatı brend geyimləri ilə diqqət çəkirdi. Anar Əlizadə dəbdəbəli həyatını diqqət mərkəzinə salmasa da geyimləri, aksesuarları diqqət çəkir.